Biz bu tortu hazırlayanda tutu 45-ci ayına girirdi. 3 gündən sonra artıq tutu 46-cı ayına girəcək. Bizim video nəhayət ki hazırdır. Belə ki, 7 dənə yumurtanın ağını və sarısını ayırırıq. Ağını ayrıca bir mikserdə çırpırıq. Üzərinə 1 stakan yarım şəkər tozu əlavə edirik. Sarısını isə digər bir qabın içərisində çırpırıq. Daha sonra isə üzərinə mavi rəngdə biz ice cream hazırladığımız üçün mavi rəngdə qida boyası, vanil, bir paket, yarım çay kaşığı soda, 1 stakan yarım un, 1 stakan şeker toz, üzr istəyirəm, 1 stakan süt və yarım stakan bitki yağı əlavə edib yaxşıca çırpırıq. Daha sonra isə çırpmış olduğumuz ərzaqları bir-birlə qarışdırırıq. Yumurtanın ağını və sarısını bir-birlə qarışdırırıq. Əvvəlcədən isitmiş olduğumuz sobada 160-180 dərəcə arası temperaturda təxminən 40-50 dəqiqə pişiririk. Daha sonra 300 qram krem şantinin üzərinə 3 stakan soyuq süt və qida boyası əlavə edib yaxşıca çırpıb onu da soyuducuya göndəririk. İndi isə qatlar arası kremi hazırlamaq üçün yarım kiloqram əvvəlcədən otaq temperaturunda saxladığımız yağı mikserdən keçirdib üzərinə təxminən 700 qram bişmiş qatılaşdırılmış süt əlavə edirik. Təbii ki, bu da mavi rəngdə olacağı üçün üzərinə mavi qida boyası əlavə etdim. Keksimiz bişdi, soyutduq. Daha sonra 3 hissəyə ayırıb hazırlayacağım qabın dibinə krem edib listləri yerləşdirib aralarına krem vururam. Vaxtım az olduğu üçün 2-3 saat dondurucuda saxlayıram. Bərkidikdən sonra isə krem şanti ilə zövqümə uyğun olaraq üzərini bəzəyirəm. Əl qabiliyyətim yaxşı olmasa da bacardıqca ən qəşəng şəkildə hazırlamağa çalışdım. Əsas oydu ki, tutu bəyənmişdi. Sonda isə üzərinə gümüşü rəngdə tort bəzəkləri əlavə eləmişdim. Məncə çox qəşəng görünürdü. Hər şeyə rəğmən. Dediyim kimi əsas tutu bəyənmişdi. Hazırlayan hər kəsə indidən nuş olsun.